Salam değerli izleyiciler, her vaxtınız xeyirli olsun. Biz hal-hazırda Bakı Ali Məhkəmənin qarşısındayıq. Rıza Səfərovun növbəti məhkəmə prosesi keçirildi. Buyurun Əzbər, məhkəmə prosesindən nə deyə bilərsiniz? Bugün Ali Məhkəmədə Rıza Səfərsoy haqqında sonuncu instansiya baxışı oldu və Rıza Səfərsoy haqqında öncədən verilmiş sifarişli 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvəsində saxlanıldı. Rıza Səfərsoy özü də məhkəmədə bildirdi ki, o şəxsən İlham Əliyev və Azərbaycan hakimiyyətini sərt tənqid etdiyi üçün şərlənib. Və biz bunu bütün ictimaiyyət olaraq bilirik ki, Rıza Səfərsoy məhz ictimai-siyasi fəaliyyətinə görə şərlənmiş bir şəxsdir. O siyasi məhbusdur. Rıza Səfərsoy Qarabağ müharibəsinin veteranıdır, qazidir, 2-ci qrup müharibə əllidir. Amma buna baxmayaraq o demək şərlənib, onu şərləyənlər heç bir vicdan azabı çəkməyiblər və Qarabağ müharibəsinin zabit kimi bu savaşda şərəflə iştirak etmiş bir insanı sadəcə siyasi sözünə, mövqeyinə görə şərləyib, həbs ediblər. Biz Rıza Səfərsoyu siyasi məhbus sayırıq və bütün siyasi məhbusların hamısına azadlıq tələb edirik. İndi Azərbaycan dövləti də başa düşməlidir ki, ölkədə müxtəlif və müxalif sözləri susturmaq, səsləri susturmaq dövlətin özünü də zəiflədir və indiki məqam siyasi məhbusların sayını artırmaq zamanı deyil, siyasi məhbusları azad etmək zamanıdır. Bütün siyasi məhbuslara azadlıq tələb edirik. Sağ olun. Kerim xanım, nə deyə bilərsiniz? Ben de yine her zamanki kimi bu məhkəməyə biz məcbur keçirməli oluruq. Yəni bir dəfəlik əgər bunu bırakmayacaq, azad eləmirsənsə, da bu boşuna cəmaatı burada niye yorursan? Niye yalandan cəmaatı yığırsın bura hər gün uzaqlardan gəliblər? Yəni belə olmaz yəni. Hamı bilir ki, o siyasi məhbusdur, Rıza Səfərsoy və o ona görə də məhkum oldu. Sifarişli məhkəmədir. Hamı da bunu bilirik. Ona görə də bu məhkəmələrdən heç nə gözləmirik və inanmırıq ki, bu məhkəmələrdən nəsə çıxsın. Bu da sonuncu məhkəmə, bu da öz işində qaldı. Yəni nə bilim, dəhşətdir. İnandırıcı şeylər yoxdur. Namizəd bəy. Azərbaycan məhkəmələrinin mahiyyəti bu gün bura toplaşan hər kəsə bəllidir. Əslində bu məhkəmə prosesindən biz nəsə qeyri-adi bir şey gözləmirdik. Məni təəccübləndirən bilirsiniz nədir? Bu boyda bir bina tikiblər. Binanın içinə də bütün bərbəzəyi var. Ancaq binanın içərisində törədilənlər qanuna, hüquqa bir ləkədir. Mən hakimlərə baxıram. Bu hakimlərdə ümumiyyətlə hakimlik deyilən mən heç nə sezə bilmədim. Onlar insan taleyini həll edirlər. Qərarlar çıxardılar, hökmlər çıxardılar. Baxın, onlar məhkəmədə gedən proseslərə nə qədər məsuliyyətsiz, nə qədər dırnaqarası yanaşırlar. Vəkilin çıxışına maneçilik törədirlər. Bütün dünyada mövcud qanunlar var. Müttəhim, onun vəkili çıxış edərkən heç kim onun sözünü kəsmək ixtiyarına malik deyil. O nə istəsə, yeganə məhkəmə, son söz o haldır ki, heç kim bu şəxslərin sözünü kəsə bilməz, onlara irad bildirə bilməz. 5 dəqiqə onların dinləyib, saxta ittihamları təkzib olunmasını da qulaq asmaq iqtidarında deyirlər bunlar. Bunların məqsədləri bir şeydir. Vaxt keçsin, 3 dəqiqə ərzində müttəhimim, ayaqda onun vəkilini formal olaraq dindirib, hökm çıxartmağa getsinlər. Bugün Azərbaycan məhkəmələri, o cümlədən ali məhkəmə daxil olmaqla bir notarius rolunu oynayırlar. İstintaqın verdiyi, istənilən hökmü ali məhkəməyə kimin təsdiq eləyə gəlirlər. Bir araşdıran, bir verilən ittihamın mahiyyətinə bir yanaşan hakim mən yoxdur bu ölkədə, yoxdur. Ali məhkəmənin hakimləri özlərinə hörmət eləməlidirlər. Ən azından o boyda məhkəmənin hakimləridir. Onlar 10 minə qədər əmək haqqı alırlar. Onlara dövlət, onlar imtiyazlarındadırlar. Bunlardan hamısından istifadə edirlər digər vətəndaşlardan fərqli olaraq. Vətəndaş 300 manat maaş alır. Bunlara isə 10 min manat maaş verirlər. Digər imtiyazları demirəm. Bəs onların sizin... Və bunlar fikirləşmirlər ki, vaxt gələcək bir qanun, ədalət, hökm sürən bir cəmiyyət yaradacaq. Bunlar ailələri, özləri, vətəndaşlar qarşısında nə cavab verəcəklər? Bugün Rıza Səfərsoya qarşı çıxarılan sonuncu hökm ədalətsiz hökmdür. Azərbaycanda bu işin siyasi sifariş olduğunu bilməyən adam yoxdur. Bugün də Azərbaycan hakimiyyətinin nökəri olan bu məhkəmələr
bu qanunsuz hökmü qüvvəsində saxladılar. Mən bir daha bu hökmü əsassız hesab edirəm. Hesab edirəm ki, bu siyasi sifarişdir. Rıza Səfərsoy da siyasi məhkumdur. Hər gün Azərbaycanda siyasi məhkumların sayı durmadan artır. Bəlkə də Azərbaycan dünyanın yeganə ölkəsidir ki, 10 milyon əhaliyə 400 nəfərdən artıq siyasi məhkum var. Bunu araşdırmaq lazımdır. Sağ olun. İlk öncə Rıza bəy şərlənərək həbs edildiyi gündən qar, çoğun, isti, soyuq bilmədən əziyyət çəkib Rıza bəy Səfərsoyun məhkəmə proseslərində iştirak edən əqidə dostlarına, sıravi Azərbaycan vətəndaşlarına, siz jurnalistlərə ailəmiz adından öz təşəkkürümü bildirirəm. Sonra isə Rıza bəy Səfərsoyu şərləyərək həbs edən İlham Əliyev ailə hakimiyyəti və xunta rejiminə üzümü tutub deyirəm. Şərlə, böhtanla hakimiyyətinizin ömrünü 1 gün, 5 gün uzada bilərsiniz. Mənim 1 iyul ad günümdür. Bugün Rıza Səfərsoy öz xanımının ad gününü qeyd edə bilmir. Ancaq minlərlə şəhidlərimizin, qazilərimizin canı qanı hesabına İşğaldan azad olunmuş Şuşada kimlərsə öz gözəlçəsinə ad günü keçirir. Bilin ki, Rıza Səfərsoy, Təranə Səfərsoy 1-ci Qarabağ müharibəsində könüllü iştirak edəndə siz Moskvada, kazinolarda, barlarda kef edirdiniz. Bütün qanunsuz əməllərinizə görə qanun qarşısında cavab verəcəksiniz. Belə dəyərli izləyicilər, Bakı Ali Məhkəməsində Rıza Səfərsoyun növbəti məhkəmə prosesi keçirildi. Xəzər rayonunun Hüseyn Hüseynovun verdiyi hökm qüvvədə qaldı. Təşəkkür edirəm izlədiyiniz üçün. Kanalımıza abunə olun. Siyasi məhbuslara azadlıq tələb edirik. Çünki onlar günahsızdır. Hak ədaləti dediyinə görə onları həbs edirlər. Hamısına azadlıq tələb edirik. Tüm jurnalistlərə azadlıq tələb edirik.